boranlı gündə. Dünəndən başlayaraq Moskvaya çox güclü qar yağıb. Özünüz ətrafdan görürsünüz. Dedim, yəni ildə bir dəfə olur belə güclü qar. Burada həqiqətən Alyaskadan sonra bura demək olar ki, Alyaska yəqin qabaqda işçilər görürsünüz. Yəqin hər tərəfdə qar tərəfdə yollar itiz olur. Dünən yox sıralarıq ki 3 gün belə qar olacaq. Yine bu xanımdan bizim burada yaxında görməli yerlərimiz var. Sizə göstərim. Həm də adi günlərdən biri qarlı hava. Bura bizim qaldığımız rayondur, metro Pionerska. Mağazdan 7 bir dənə kofe götürək günə. Kofe ilə başlayaq və ondan sonra gedib saçımı kəsdirəcəm. Oradan da sizlərə çəkilişlər eləyərik. Və əsas məqsədim odur ki, burada bizdə aşağı tərəfdə deyək, metro Pionerskadan Bagrationskiyə gedirəm. Bagrationskidə saçımı orada kəsdirirəm. Bizim arxa tərəfdə Moskva çayı, Moskva reka. O bizim arxa tərəfdə düşür. İnşallah olsa orada birbaşa aşağı parkda edib çayın qırağına düşməyə çalışacağım. Əgər orada orada düşə biləcəm. Çünki orada belə deyək, hündür təpək parkdır belə, dağ kimidir. Çaya enməlisən. Metro Bagrationskidən çıxdıq. Hal-hazırda piyaq sevim kimi gedirəm də saçımı kəstireyim. Yəni metro Bagrationskidən üzü bu istiqamətə gedib sizə Moskva çayının çəkməyə çalışacağım və görməli, gəzməli yerləri sizə göstərəcəm. Mənim isə getdiyim saç ustası Bagrationski metroda Targov sentrin 2-ci mərtəbəsində yerləşir və həqiqətən də uşaqlar çox gözəl saç qırxırlar. Bir ay yarım olar gəlirəm, 2 aya yaxın olar gəlirəm. Çox razıyam. Yollar ki çatmışam, Targov sentrdir. Mən əslində səhər tezə gəlməliydim. Sadəcə olaraq həftənin yorğunluğu işdən sonra gələ bilmədim. Tezdən söz vermişdim, yeni növbə saxlamışdım. İndi hardasa gün orta saat 2'dir. İnşallah ustamız orada var. Mən daxil olum içəri, saçımı kəsdirim, çıxım, yenidən çəkilişlərimizi davam edərik. Hə dostlar, saçımızı kəsdirdik, çıxdıq burada arkadaşlar Gold Center'da. Və sizə dediyim kimi gedəcəm ki, bizim o parka gedəcəm, oradan sizə çəkilişlər etməyə çalışacağım. Gedək üzrə o tərəfə, parka və qarlı gündə həqiqətən orada meşəli idi. Oradan aşağı bir yamac var, oradan aşağı enirsən. Moskva çayı, Moskva çayının bir hissəsi var. Bizim sizə yəni haqqında danışdığım parka gəldim, yaxınlaşdım, artıq parkın yanındayam. Park Fili Park adlanır. Svetoforu gözləyək də işıqfor yandıqdan sonra, yəni piyadaların keçidini icazə verdikdən sonra yolumuzu davam edib qarşıda gördüyünüz bu Fili Parkına daxil olacaq. İnsanlar həqiqətən buraxın edir. Aslında o insanlar bura gəlir xizək sürməyə. Yəni öz istirahətlərindən məşğul olurlar burada. Svetoforumuz piyada keçidi yansın, parka gedək və dediyim kimi yandı. Burada həqiqətən svetoforlara çox əməl edirlər.
insanlar olsun, sürücülər olsun, piyadalar olsun çox diqqət yetirirlər. Parkımıza giririk. Burada insanlar öz ev heyvanlarıyla, əslində itlərlə gəlirlər. Burada itlərini gəzdirirlər. Və Fili Parkın ərazisi. Buradan da göründüyü kimi belə böyük bir plakatdır və Moskva çayı, Moskva reka və parkın ərazisi. Biz hal-hazırda bax buradayıq. Bu əraziyi burada göstərir. Və mən buradan bu əraziyə gedəcəm. Yəqin ki, buradan daxil olarıq bura. Buradan bu pilləkənlərlə görürsünüz. Burada pilləkənlər var. Düşəcəyik aşağı və Moskva çayına tərəfinə gedib bu pilləkəndən yuxarı çıxıb və öz 12-ci buxutdan, mən hal-hazırda 3-cü buxutdan girmişəm. Burada göründüyü kimi. Və 3-cü buxutdan, 3-cü girişdən mən gedib çıxacam hardasa 11-ci ya da 12-ci buxuda. Və gedək, yolumuza davam edək. Görək başımıza nə gəlir. Kameramızı biraz da uzadaq. Görüntü biraz pis ola bilər, ona görə ki, qar yağır, intensiv qar yağır. Kameranın önünü tutur. Bəlkə şaxta var, bəlkə soyuğu var. Səsimiz də yəqin yaxşı gəlir. Mikrofonumuz hal-hazırda işləyir. Gedək, yolu tapaq. Çayın ətrafına enək. Oradan da yenə öz görüntülərimizə davam edəcəyik. Çəkilişlərimizi oradan davam edərik. Çünki yol çox uzundur. Hissə-hissə çəkilişlər edəcəm. Və ətrafı sizə çəkib göstərmək istəyirəm. Kameramızı uzadaq. Bax, ətraf bu şəkildədir. Qarşında da bir xanım gedir. Gələn xanıma da yol verək, Babuliyə. Və görürsünüz, çox böyük bir iti var xanımın, qabaqda edən xanımın. Gəzintiyə çıxıblar. Burada insanlar öz ev heyvanları ilə gəzintilərə çıxırlar. İnşallah bizi dişləməz. Və buradakı ev heyvanları onların sahiblərinə təhlükə yaratmadığı müddətcə heç bir hücum etmirlər. Spasiba. Və görürsünüz, öz heyvanını tutdu hər ehtimala qarşı ki, hücum etməsin. Heyvandır, yəni dil ağzı yoxdur. Bildiyimiz kimi hər an hər bir şey ola bilər. Və həqiqətən park, biz bura park deməzdik, bizdə belə parklar yoxdur, böyük. Bura meşədir. Sadəcə şəhərin içərisində olduğuna görə bunu park kimi istifadə edirlər. İzləmədə qalın. Çalışım, yolu tapım. Moskva çayına enim, çay ətrafı gəzintidə yenə çəkilişlərimizi davam edərik. Və dostlar, demək olar ki, çaya tərəf yaxınlaşıram. O hissəni çəkə bilmədim, xanım yaxınlaşdı. Ondan soruşdum yolu və parkın içərisində belə istirahət yerləri var, belə deyək. Kafe, restoran, balaca bir yerdir və gördüyünüz kimi ərazini təmizləyirlər. Buralar əslində, burada yayda gözəldir, qışda gözəldir. Və yayı buranın tamamilə başqa olur, möhtəşəm olur. Və insanlar görürsünüz, ağır texnikalarla, əl gücü ilə qarları təmizləməyə çalışırlar və ətrafı sizə göstərmək istəyirəm. Və burada fast food da var. Parkın ərazisi çox genişdir. Parkın içərisində restoranlar, kafelər,
konsert verilen ərazilər, zonalar görsə orada Zima v Moskva yazılıb. Orada yayda standart konsertlər verirlər əhali üçün. Belə deyək, pulsuz. Burada skameykalar var, günəşdən qorunmaq üçün bisetkalar var, uşaqların əyləncəsi üçün qarşıda gördüyünüz kimi əyləncə mərkəzləridir, karusellərdir, belə deyək. Və mən davam edirəm yoluma. Məqsəd Moskva çayına enməkdir və qabaqdan bir xanım yenə gəlir. Çox gözəl bir heyvanı var, iti var və ona yol verək. Zdraysi. Bu da adi haldır. İnsanlar bir-birlərinə salamlaşır. Heç də elə şeyə pis baxmırlar. Və yolumuza davam edirik. Görək qarşıda bizi nə gözləyir. Yenə davam edək. Belə bir əraziyə gəldik, çıxdıq. Burada demək olar ki restorandır. Restoran ərazisi. Belə deyək, mən oraya yaxınlaşım, çəkim, sizə göstərim. Yəni, insanlar burada qışın da keyfini çıxartmağı çox gözəl bazarlar. Restorandır, restoranın ətrafında belə bir tonqal yandırılıb, ocaq yandırılıb və ətrafında belə bir stullar düzüblər və insanlar burada əyləşir, söhbət edir və eyni zamanda bu qış havasının keyfini çıxartmaq istəyirlər və mənəcə ki, çıxarda da bilirlər. Çox gözəl bir ərazi yaradıblar həqiqətən. Qış da, qar da yağsın, nə olur olsun, burada əyləşirsiniz və ocağın istisindən yararlanırsınız və keyfli söhbətlər edirsiniz. Buradan restoran ərazisi, sadəcə restoran özü yaradı belə bir şey. Gələn qonaqlar çıxıb çöldə oturub bu komfortdan istifadə edə bilərlər. Yolumuza davam edək və görürsünüz ki, insanlar həqiqətən burada qış, yay fərq eləmir və cross qaçır, çıxıb crossa və biz davam edək çaya tərəf. Bax, qarşıdan gələn xanımla əlində çubuqlardır, onun vasitəsilə gəzintiyə çıxırlar. Yaşlı qadınlardır, yaşlı kişilərdir, belə deyək. Öz sağlamlıqları üçün yürüyüşlər edirlər burada, parkın ərazisində. Aslında burada xizək də sürürlər. Zdraysi. Balaca bir köşk var burada, məsəl üçün yay qış bura işləyir. Məsəl üçün sendviçlərdə, çaydır, kofedir, belə bir yerdən ala bilərsiniz. Zdraysi, privyet. İnsanlar həqiqətən çox mehribandır. Düzdür, nasistləri də var, amma az qalmışdı yıxılaq. Əksər insanlarla salamlaşsan, salamlaşırlar, mehribandılar. İnanın, hava çox soyuqdur. Dəhşət dərəcədə maroz var. Əlcəyim də yaddan çıxıb evdə qalıb, götürmədim. Evə qayıt, bir də evdən bura gəl, vaxt itirmək istəmədim. Hava nə qədər işıqlıqdır. Çəkilişlərimizi edək dedim və sizə göstərim. Çünki burada hava qış aylarında tez qaralır. Axşam saat gün orada 4-dən sonra hava qaralmağa başlayır. Səhər də saat 9-dan sonra, 8-dən sonra açılır. İstəyirəm sizə bunu çəkim göstərim. İnsanlar xizək demişdim, sürürlər və qarşıdan ama bir nəfər gəlir.
xizə ilə bunlar çıxıblar gəzintiyə. Kimin istirahət günüdür, kimin və bu idmanla məşğuldur. Xanım xizə iləndir. Gördüyünüz kimi xizə ilə öz məşqlərini davam etdirirlər. Arxanda göründüyü kimi xanım sadəcə dayanıb istirahət verir. Təbii ki, onun öz yorğunluğu var. Biraz sonra davam edəcək və burada diqqətimi çəkən bir şeylər var. Çalışacağım yaxınlaşım siz göstərim. Belə xırda quş yuvalardır. Burada var, qarşıda var. Yayda lap qarşıda da var. Çox da ağacların üstlərində düzəldiblər. Ora aslında o yayda yem qoyurlar, dən atırlar, sular qoyurlar ki, burada olan quşlar, heyvanlar, dələlər, ən çox da burada dələ daha çoxdur. Həqiqətən çox dələ var. Bu meşələrin, bu parkın da gözəlliyi ondadır. Hətta tülkü zad da olur burada, belə deyək, tülküyə də rast gəlmək olur. Mən bu parkda yox, Sokolnikdə rast gəlmişəm tülküyə. Parkın içərisində var. Dovşandır, tülküdür, müəyyən heyvanlar var. Və bu park sizə az öncə dediyim kimi burada belə quş yem yerləri var və çox girilməsi çətin olan yerə girmişəm. Bunu sizə çəkib göstərmək istəyirəm. Bax, belə bir yerdir. Buradan gördüyünüz kimi quşlar buradan. İnanın ki, dizimə qədər qardayam. Orada ağacın üzərində quş orada dayanıb və orada yem qoyublar. O quş o yemdən yeyir. Və bu gördüyünüz kimi burada da quş indi ora. Oradan lazım olan qədər yemini yeyir. Qış ayıdır və yer qardır, dizə qədər qardır yerdə. Heç bir yem yoxdur. Yəni bu heyvanların yaşaması üçün bura mütəmadi yemlər qoyurlar. Və çox gözəl görüntüdür, çox gözəl həqiqətən. Biraz da gedə bilmirəm. Bax, bunlar yax dediyim kimi bu da dələlər üçün nəzərdə tutulur. Quşlar və dələlər buradan yemlərini götürürlər. İnanın, dizimə qədər qardayam. Çox dərin qar yağıb. Biraz getmək istəmirəm. Əyani sübut budur. Dizimə qədər qara girmişdim. Və burada da xırda bir quş yuvası var. Quşlar burada oturublar. Onu sizə çəkib göstərəcəm. Belə bir quş yuvasıdır. Yem yerləridir. Quşlar da ağaçların üstündədir. Nə qədər görsənir bilmirəm. Və var. Ayağım qarın içərisindədir. İnanırsınız, ayaqlarım islandı, su oldu. Və bu görüntüləri sizə çəkib göstərmək istəyirəm. Bu mənə elə gəlir ki, buna dəyər. Sadəcə yol tapmaq istəyirəm çaya düşməyə. Biraz çətinlik çəkirəm. İndi üzü bu tərəfə gedəcəm. Yəqin ki, çay o tərəfdədir. Hərəkət etmək çox çətin, inanın. Qarın içərisində, hava da soyuq, şax da. Əllərim donur. Ayaqlarım qardı, corabım islandı. Bu ərazi demək olar ki, yarım metr, 1 metrə yaxın qardı. Çox böyük qar yağıb. Gedək, görək hara çata bilirik. Yəqin ki, çay
çayı tapa bilərəm. Çayın yolu nə qədər təhlükəlidir bilmirəm. Gedəcəm, yoxlayacam. Görə bizi bu yol hara aparır. Əslində yay olsa, yayda daha asandır. Yol tapmaq çox asandır. Və parkın ərazisi həqiqətən təhlükəsizdir. Bu nəyə görədir deyirəm. Hər tərəfdə gördüyünüz kimi qarşımızda da kamera sistemləri var. İnsanlar yəni gecə saat 1-də, 2-də bura gəlib rahat şəkildə gəzə bilərlər. İşıqlandırması var parkın. Gördüyünüz kimi kamera sistemi var. Mənə elə gəlir ki, çayın yolunu tapdım. Əslində yayda mən bura gəlmişdim. Gəzmişdim buranı. Hər tərəf qardı deyə biraz çətinlik çəkirəm. Gedək görək. Çayımız yəqin aşağıdadır. Moskva reka. Pilləkənləri enirik. İnanılmaz dərəcədə şaxta var. Videonun əvvəlində dediyim kimi çay və bu park dağ formasındadır. Çay parkın aşağı hissəsində qalır. Yuxarıda atraksiyonlardır. Ağaçların üzərində qurublar. Pilləkən, nərdivan, pilləkənlərdir belə deyək. Yəqin bura asanlı yay aylarında insanlar gəlirlər, burada gəzirlər, atraksiyon olaraq istifadə edirlər. Və sonunda tapdıq, çayımıza gəldik. Çay buz bağlayıb, çayın ərazisi. Qismət olar yay aylarında havalar isinsin. Bu göstərdiyim yerə də gələcəm sizə, çəkiliş edib göstərəcəm. Mən yayda buranı görməmişdim. Yəqin bura atraksiyondur. Ağacların üzərində gəzirsən. Yəqin ki, hansı təhlükəsizlik kəmərlərindən istifadə olunur. Burada yəqin ki, giriş haradasa parkın müəyyən bir yerindədir. Belə deyək, parkın içində, ağaçların üzərində parkın üstünü gəzirsiniz. Və pilləkənimiz də nərdivanlarla enirik, dəmir pilləkənlərdir. Biraz ehtiyatlı oluram. Nə olar, nə olmaz. Çox güvənlidir, amma da yenə də öz ehtiyatımızı əldən verməyək. Və bu da çayımız Moskva reka. Çayın üzü donub. Çox donub. İndi çaya enib, çayın qırağında yolla üzü bizim evin istiqamətini təbii edib, orada yenə pilləkənlərlə çıxıb gedəcəyik evə. Bir gün bu istirahət günündür, bu xalq oyundur, həftənin 3-cü günüdür. Və gedəsi bir yerimiz olmadı. Gedim saçımı kəstirim, orada da sizə bu gözəl görüntüləri çəkim göstərim. Və buz, çayın üzündə buzlar axır, axın üzü. Hal-hazırda mən durduğum ərazidən sağ tərəfə də axıntı və çayın axıntısı buzlarla hiss olunur, gördüyünüz kimi. Və qabaqda paron var. Bu çayda o qabaqda gördüyünüz qayıq paron. Belə deyək, sərnişin daşıma məqsədi ilə istifadə olunur. Qarşıdakı bir vlogumuz olar. Bu parona da yəqin minərik və sizə göstərərəm. Bu ərazidən, Fili parkından, Fili stansiyasından minirsiniz. Səhv edəmirəmsə, Kiyevski metrosu, Kiyevski ərazisinə çıxış edə bilirsiniz. Sadəcə çayla. Bu bir gəzinti, belə deyək, qayığı deyil, gəzinti gəmisi deyil. Bu sərnişin daşımadır və çay ərazisi ilə gedirsiniz. Aslında insanlar bundan nəqliyyat vasitəsi kimi istifadə etmirlər. Ən çox bundan istifadə edirlər. Bu gördüyünüz kimi buradan görsənir.
gəzinti məqsədi ilə. Və yeni bir vlogumuzda bu qayıqla bağlı bir vlog edəcəm. Yəqin ki edərik, gəzintimizə çıxarıq və buradan bilmirəm nə qədər görsənir. İçəridə 2 nəfər var. Yəni içəridə sərnişin neçə nəfər olmağından asılı olmayaraq bu gəmilər intensiv, yəni vaxt üzrə hərəkət edirlər. Və o oradan çıxdı, astronovkası var, onun orada yumru görür, yaxınlaşacağım ora, oradan çıxdı və marşrut üzrə hərəkət edir. Növbəti bu qayıq, gəmimiz, xırda bir gəmi yaxınlaşacaq ora astronovkaya və öz vaxtı üzrə yaxınlaşıb ora sərnişinləri qəbul edib. O da oradan çıxıb astronovkasından yolunu davam edəcək. Marşrut üzrə, öz istiqamət üzrə gedəcək. Biraz çətinlik çəkirəm danışmaqda, hava çox soyuqdur və təngi nəfəs olmuşuq. Və bu qarşıdan görürsünüz, burada insanlara havanın soyuq olması belə mane olmur. İnsanlar məşqlərini edir, kroslarını qaçırlar və gördüyünüz kimi qayığımız astronovkaya yan almağa çalışır. Bu belə deyək, balaca bir parondur. Sərnişin paronu. Və olmazsa olmazı ördəklərimiz var burada bizim. Onları sizə çəkim göstərim. Yəqin səslərini də eşidirsiniz. Biraz qara girək. Bax, sürünəndir. Demək olar ki, hardasa bir 30-40 ədəd var. Sadəcə toplu şəkillər və belə üzürlər. Burada bunların ovlanması, bunlardan vurmaq qəti qadağandır. Böyük cərimələr var. Bunlar sadəcə olaraq bu çayın sakinləridir, belə deyək. Və həqiqətən burada yayda daha gözəl olur. Bu ördəklərə insanlar dururlar, buradan yem atırlar. Burada insanlar bu ərazidə dayanırlar. Balıq tuturlar. Öz istirahətlərini edirlər. Bu qış vlogumuzu qarlı bir soyuq havadan sizə dedim çəkim göstərim. Və bir yax dediyim kimi həmin o sərnişin qayığının bilet alma yeri budur. Park Fili dayanacaq. Buradan bileti alırsınız və buraya yaxınlaşıb buradan öz qayığınıza, marşrut üzrə qayığınıza minib yolunuzu davam etdirirsiniz. Və dediyim kimi parkın ərazisi çox təhlükəsizdir. Axranlar var burada, buranı gözləyənlər var, gözətləyənlər var. Və burada da gördüyünüz kimi tablonun üzərində saatları bildirilib. Yəni buradan qayığın çıxma vaxtı. Bir yax dediyim kimi Kievski metrosunun ərazisində, yaxınlığında bu çayın bir tərəfi Kievski vağzala, Kievski metronun ərazisindən gedir. Məsələn, buradan çıxan qayıq 15:35-də Kievski ərazisində olacaq. O birisi Teplovoz 15:55-də olacaq. Bundan sonra 16:25-də ora gəlib çatır. 16:50-də gedir, çıxır. Buradan çıxma üzrə və belə bir xəritədir. Və buradan Park Filidən çıxır. Göstərdiyim kimi Park Filidən çıxır. Vyezd. Buradan gəlir və bu ərazi ilə marşrut üzrə hərəkət edir və gəlir ən son dayanacaq Kievski metrosudur. Və buradan Kievski metrosunun ərazisinə demək olar ki, bu çaydan dayanacaqdan çıxıb metro ərazisinə 4 dəqiqəyə piyada gedib çıxmaq olur. Hava soyuqdur, üzr istəyirəm sizdən də. Və Qastinitsa Ukrayna. Demək olar ki, buradan da astronovkadan çıxıb burada piyada gəlmək olur. City Bagration burada gəlmək olur. Kutuzovski
metrosunun ərazisində gəlmək olur. Metro Delovay Center. Buradan çıxıb bura gəlmək olur. Moskva City ərazisinə də gedir. Yəni Moskva City burada çox məşhurdur və buradan çıxıb Moskva City ərazisinə getmək olur. Burada görürsünüz, burada göstərilir Moskva City xəritə üzrə. Metro Moskva City və bu çay ərazisində olan Srovkadan çıxıb Moskva City'yə piyada getmək olur. Və Sertsa Stolitsa. Qayıq deyirəm, marşrut üzrə bu gəlir bura, Kiyevski metrosunun ərazisinə, buradan təzədən qayıdır bura. Buradan da gördüyünüz kimi qiymətlər bildirilib. Troyka kartınız varsa və bu kartdan məndə var, bu kartdan 100 rubl ödəyib, hardasa Azərbaycan pulundan 2 manat edir və bu 100 rubl adi günlər üçün, bu dünya üçündür. Vuxadnoy və praznik olan günlər 145 rubl olur. Telefonla ödəyiş edirsə, kartla ödəyiş, adi kartdan da bank kartla ödəyiş edirsə 120 rubl çıxır və bayram günləri həftənin 5-6 bazar günləri 170 rubl olur. Aplata biometra. Bu aplata biometrada yenə 100 rubldur və 145 rubldur. 100-145 nədir? Həftənin ara günləri, 1-ci və 4-cü günləri olur 100 rubl, bayram günləri və həftənin istirahət günləri 145 rubl. Gələn vlogumuzu, havalar biraz isinsin. Bəlkə də havaların isinməyini gözləməyəcəm və bundan istifadə edib bir vlog sizə çəkərəm. Görək bəlkə elə indi qayığa minib ora gedə bilərik və oradan təzədən dala qayıda bilərəm. Bu da ola bilər. Yaxınlaşım, maraqlanım, örgənim, görək qayıq saat neçədə tərpənir. Sizə dediyim kimi qayıq gördüyünüz kimi öz astanovkasına, belə deyək, yan alır bu şəkildə və yuxarıda və orada gördüyünüz kimi qayığı idarə edən şəxs orada yuxarıda kabinasındadır və bunu əslində saat neçədir bilmirəm, saatı baxmamışam, 15-25, 4-ə işləyib 25 dəqiqə. Vaxtımız çox azdır və mən bunun üçün ayrıca bir vlog edərəm, mənə elə gəlir ki, daha gözəl olar. Hal-hazırda heç vaxt azdır, evə getməliyəm, görüləsi işlərimiz var və gördüyünüz kimi yaxınlaşdı, parkovka edir. Belə bir sərnişin qatarıdır içəridə. Burada mən gördüyüm qədər masalar da var. Yəqin ki, orada oturub yemək də yemək olur. İçərisində yəqin ki, onun kofe, çay, belə şeylər də içmək olur. Alıb, təbii ki, hər şey pullandı. Gördüyünüz kimi yana aldı, təhlükəsiz yoxlanıldı və insanlar, burada işləyən vətəndaşlar buraya yaxınlaşdılar, aldılar və çıxırlar. Bayaq dediyim kimi və bu yaxınlaşdı, sərnişinləri boşaltdı və sərnişinlərini götürdü, öz yolunu davam edir. Mən kapitandan soruşdum, gəmini idarə edəndən. Bildirdi ki, bir istiqamət üzrə hərəkət saat yarım çəkir. Və mən də saata baxdım, həqiqətən saat 1 dəqiqə, hal-hazırda 4-ə qalıb 25 dəqiqə. O tərəf bu tərəfə olacaq 3 saat. Bir yarım saat da orada gözləmək, təzədən daha 3 saat yarım çəkəcək və evə getməliyəm, işlərim çoxdur deyə növbəti vlogumuzu indi həmin bu qayıqdan çayda gəzmək üzrə çəkib sizə göstərəcəm. İçərisini çəkib göstərəcəm, içəridə olan şəraiti, hansı şəraitlər var. Bu vaxtın azlığına görə bunu edə bilmədim və onu da bildirdi ki, bu qayıqlar belə deyək, yanacaq vasitəsilə işləmir, sırf zaryadkana işləyir, bateriyalarla işləyir. Bu qabaqda görürsünüz, dayanıb həmin bu qayıqlardan. Onlar orada hal-hazırda
bateriyalarını doldururlar. Zaryadkalarını doldururlar və bu ayrıldı. O uzaqdan gördüyünüz kimi biri yaxınlaşır. Marşrut üzrə gələcək, yenə orada sərnişinləri boşaldacaq. Bir istiqamət üzrə gedir, saat yarım qayıdır. Hava soyuqdur, vaxtımız azdır. Gedək evə tərəf. Gələn çəkilişlərdə yeni bir vlog edərik buna görə də. Və ördəkləri sizə çəkib göstərmək istəyirəm. Çox maraqlı ördəklərdir. Birinin başı tam yaşıldır. Yəni bu kameradan nə qədər yaxınlaşdırmaq olmur, bilmirəm, amma birinin başı olduğu kimi qəhvəyə rəngdədir, o birisi başı yamyaşıldır. Çox gözəl görüntüləri var, heyrətamiz. Həqiqətən insanın xoş gəlir. İnsan baxdıqca buna istirahət edir. İnşallah Allah qismət eləyər. Yayda da buradan çəkilişlər edib yeni vloglarla sizə gəzib, çəkib göstərərəm. Təbii ki, bu çəkilişlər gəlməkdə imkanları olmayan və görmək istədikləri yerləri mən istəyirəm çəkim, göstərim və kanalımızın adından da olduğu kimi həm gəzib, işləmək məqsədlə gəlib, gəzib, çəkib sizlərə çatdırmaq istəyirəm. Hər bir insanın arzusudur, dünyanı gəzsin. Bəzi insanların bu alınmır, edə bilmirlər, ölkədən kənara çıxa bilmirlər. Mən də fikirləşdim ki, mən onsuz da bura gəlmişəm, Moskvada işləyirəm. Ola bilsin, inşallah Allah qismət eləyər. Məqsədimiz daha başqa yerlərdə, oraya gedərik. Həm işləyirəm, həm gəzirəm, səyahət et, işlə və səyahət et, işgüzar səyahət, belə deyək. İşgüzar səyahət YouTube kanalımızın da adıdır. Çəkirəm, gəzirəm, göstərirəm sizə və sizlərdən xahişim kanalımıza abunə olub videolarımızı bəyənin ki, daha çox inkişaf edək, daha çox yayılsın və buradan yuxarı çıxmağa çalışacağım. Bilmirəm, yol tapa biləcəm ya yox. Gördüyünüz kimi insanlar da çıxırlar. Yəqin yol tapıb çıxa bilərik. Davam edək. Görək yolumuz hara gedir. Çox çətindir, çox çətindir çıxılması. Çalışacağım, çıxım. Və hər tərəf qardır, dizə qədər qardır. Çalışacağım bu ərazini çıxım. Təngi nəfəs olmuşam. Kadrlardan da görsəndiyi kimi. Və çox çətinliklə buranı aşağıdan buraya qalxdım, gəldim. Burada yəni adi bir səhv addım bu cığır üzrə gəldim. Məndən qabaqda insanlar çıxırdı. Gördüyünüz kimi metr yarım, 2 metr dərinliyə gedir və batma riskimiz çox böyükdür. İnandırın sizlər ki, çox çətindir və hal-hazırda yuxarı doğru hərəkət edirəm. Bu əziyyətlərlə çəkirəm, göstərirəm ki, sizlərə. Yəqin sizə bunları qiymətləndirərsiniz. Kanalımıza yenə dediyim kimi abunə olarsınız. Bəyənin. Daha çox insanların qarşısına çıxsın, daha çox insanlar. Yəni, gəzmək və görmək imkanı olmayan insanlar görsünlər bu gözəlliklərdən. Valih alsınlar.
dostlar, hal-hazırda orada yuxarıda insanlar var. Buradan nə qədər görsənir yoxsa yox. Çalışacağım o istiqamət üzrə qalxım. Bax, bu dağdır. Gördüyünüz kimi dağlıq bir ərazidir. Buranla getməyəcəm. Biraz çox çətindir bura. Qar çoxdur. Düz gedib yəqin sonra sola tərəf yönələrik. İnanın, çox çətindir hərəkət etmək. Çox çətindir. Və bunu da çəkimsə göstərmək istəyirəm. Bax, burada beləncələ idman alətləri var. Turnik var, res, brus var. Yayda insanlar burada daha çox gəzirlər, məşq edirlər, velosiped sürürlər. İndi qardır deyə insanlar azdır. Yəni nə qədər insan azlıq olsa da, soyuq olsa da müəyyən qrup insanlar var. Bura gəlirlər, parka inirlər, gəzirlər. Qarır gördüyünüz kimi qarşıdan. Hər kəs vaxtı olan gəlir, gəzir, istirahət edir və qarın keyfini çıxardır. Hal-hazırda hiss edirəm. Ayaqlarım sudur. Çox çətin relyefdə yerləşir bura. Və yola çıxdıq. Qar o qədər yağıb ki, yolları belə görmək mümkün deyil. Və bu yol geniş, yoxuş olduğuna görə insanlar xizə ilə çıxırlar və oradan aşağı yenidən xizə vasitəsilə sürüşürlər, istirahət edirlər. Hava soyuqdur, əllərimiz dondu, inanılmaz soyuqluq var, çox şaxtadır. Və biz altdan yuxarı belə deyək, getməyə çalışırıq. Görək nə qədər buranı çıxa biləcəyik. Dəhşət soyuq var, dəhşət. Və buranın çıxması çox çətindir. Və mən pilləkənlərlə yox, buranla çıxmaq istədim ki, bu ərazinin çətinliyini, relyefini sizə göstərim. Bax, gördüyünüz kimi xanım sürüşür xizə ilə. Çox gözəl görüntüdür, çox gözəl. Yuxarı çıxır və üstdən aşağı xizə ilə davam edir. İnanıram ki, ümid edirəm ki, sizlərin də xoşuna gələcək bu vlogumuz. Qarlı, çovğunlu havada, Moskvada insanlar necə istirahət edir və bu qarlı havanın dadını necə çıxardırlar. Çıxılması çox çətindir, inandırım. Qarşıdan gələnlər də ailədir, istirahətə çıxıblar, gəzirlər, gəzintiyə çıxıblar sağlamlıqlarını. Və həmin o xizə ilə aşağı istiqamətlənən xanım yenidən yuxarı çıxır və sizə deyim ki, gənc bir xanım deyildi. Aşağısı 60-70 yaşlı olan bir xanımdır və həqiqətən insanlar öz sağlamlığının qeydinə bax bu şəkildə qalırlar burada. Və sizə buranı göstərim. Buradan gördüyünüz kimi mən hazırda bir çaydan üzü dağa tərəf qalxmışam və xanım da gəlir. Yenidən buradan istiqamət alıb üzü aşağı xizə ilə sürüşəcək. Təbii ki, belə bir qar bizim də Azərbaycanda da var. Şaxdağda, Qubada, Qusarda, belə deyək, Şamaxı zonasında,
Bu taraf bu zonalarda da var. İsmail'de. Ama burada intensif olarak insanlar, adi sakinler yani bu qarın keyfini bu şəkildə çıxardılar. Şükürlər olsun, çıxdıq yuxarı. Artıq bu enişi yuxarı çıxana qədər inanın ki çox yoruldum. Və buranın nə qədər belə hündür bir ərazi olduğunu sizə çəkib göstərmək istəyirəm. Və mən sizə bunu göstərim. Bu hündür ərazi çəkib göstərmək üçün ayağımı qaraltdım, görün nə qədər dərinlikdədir. Amma buranın sizə deyim ki, yayda daha gözəl olur. Aslanlı yaz, yay, payız ayları. Yarpaqların tökülən vaxtın öz gözəlliyi var buranın. Yaxşı dediyim kimi o ərazidə bu oradan pilləkəndir, pilləkən aşağı inirsən. Mən pilləkəndən çıxmadım, yoxuşdan çıxdım ki sizə ətrafı çəkim göstərim. Marozla əllərim də donub. Və biz evimizə tərəf istiqamət alıb gedəcəyik və insanlar burada görürsünüz, gəlirlər, xizəklərini burada geyinirlər və burada başlayırlar məşq etməyə. Yaşlı xanımdır, gənc cavan oğlandır, kişilər, yaşlı kişilərdir. Bunlarda yaş fərqi yoxdur. İnsanlar öz sağlamlığının qeydinə qalırlar. Və bura gördüyünüz yerdəki təmizliyin qeydinə qalmaq üçün belə bir ərazidir və orada zibil qabları qoyublar. İnsanlar zibilləri bura atırlar. Böyük həcmli olan zibilləri. Və mən də yəqin ki, istiqamətim bu tərəfədir. Bu istiqamətdə bizim evə tərəf gedəcəyik və parkın ərazisi nə qədər belə deyək etibarlı olmağı, bax burada işıqlandırma sistemləri var. Gecənin istənilən vaxtda qaranlıq olduğu halda belə qapağımızı örtək, hava çox soyuqdur. Burada hərəkət etmək çox təhlükəsizdir. Hər tərəfdə kamera var, hətta meşənin olmağına baxmayaraq. Parkdır, meşə formasında. İşıqlandırma sistemi, havalar qaralanan kimi bu işıqlar yanır, avtomatik işə düşür və hər tərəfdə kamera sistemi var və hər tərəfdə axıranlar gəzirlər. Özləri təhlükəsizliyi təmin edirlər. Hal-hazırda inanırsınız, mən heç bilmirəm hansı istiqamətdə gedirəm. Ümidvaram ki, yola çıxacam. Ümidim odur. Əsas yola çıxmaqdır. Park ərazisində böyükləri düşündükləri kimi kiçikləri də, uşaqları da fikirləşirlər. Daxil olun bu əraziyə. Uşaqların əylənməyi üçün atraksiyonlar, yerləncəklər düzəldiblər. Asanmoyda havanın isti aylarında insanlar öz uşaqlarına istirahət günlərində bura gəlirlər və bu ərazidə uşaqları, övladları istirahət edir, əylənir. Yerləncəklər dediyim kimi atraksiyonlardır. Bunlar hamısı pulsuzdur, belə deyək. Burada heç kim dayanıb pul yığmır və insanların istirahəti üçündür. Belə bir yerdir. İnsanlar yağışdan və istidən qorunmaq üçün belə bir yerlər də var. Və gördüyünüz kimi insanlar öz ev heyvanlarından çıxıblar gəzintiyə. Zdraysi.
Я просто снимаю камеру, видео для ютуба. Любительских. Да. Спасибо. Хорошего дня вам. Ve insanlar həqiqətən gördüyünüz kimi nə qədər mehribandılar və soruşur ki, nə üçün bunu çəkirsən? Və başa saldım ki, YouTube kanalı üçün çəkirəm. Və çox mehribandılar. Çox mehribandılar, istiqanlıdılar. Aslanboyda. Düzdür, bəzi yaşlıları var ki, burada nasistlər həqiqətən inastranları görmə gözləri yoxdur. Amma haradasa 60-70% toplum, çoxluq var ki, həqiqətən çox istiqanlıdılar, söhbət canlıdılar, söhbət etməyə çalışırlar. Hər yerdə mənə elə gəlir ki, belə insanlar var. Və burada da var. Qar çox möhkəm yağır və qabaqdan inşallah ki, bizi bu dişləməz. Xanım öz heyvanı ziti ilə gəlib gəzməyə. Biz balaca bir ev itidir. Çox mehriban görsənir. Və insanın üzündən bilmirəm, görmədiniz. Bax, nasistlik yağır, var, belə insanlar da var. Baxırsan, insanlar belə qəribə baxırlar. Sanki düşməncasına baxırlar. Amma belə deyək, mehriban insanları da çoxdur. Və biz parkın ərazisindən yaşadığım ərazi üzrə çıxışa yaxınlaşıram. İnandırım sizi, həddən artıq yoruldum. Çox yoruldum. Qardı, yer qardı. Hərəkət etmək çətinləşdirir qar. Və plakatda mən bayaq daxil olanda göstərdiyim kimi biz daxil olduq buradan 3-cü girişdən. Və mən 8-ci girişdən bayaq sizə yanlış məlumat verdim. 11-12-ci girişdən çıxışdan yox, girişdən çıxışdan yox, 8-dən çıxacam. Yəni 9-dan çıxsam da mənim yaşadığım ərazidə rahatlıqla gedə bilirəm. Bu ərazidən, Bagratyonskidən daxil olduq. Pionerski bax bu ərazilərdə yerləşir. Və uzanır bu şəkildə, yuxarıdan və bu şəkildə böyük bir parkda. Meşəlikdir, belə deyək. Burada hətta metro Pionerskaya göstərir. Kuntsevskaya, metro Kuntsevskadan daxil olmaq olur, Pionerskidən daxil olmaq olur. Filyovski park və mən Bagratyonskidan buradan daxil oldum və bu ərazidən belə deyək, gəldik bura aşağı, bu pilləkəndən düşdük, buradan gəldim. Pilləkəndən çıxmadım, sadəcə buradan yol vasitəsindən çıxdım. Pionerski metro. Dostlar, izləmədə qalın, gözləyək maşınlar keçsin təhlükəsizlik məqsədi ilə. Və biz də yolu rahat şəkildə keçək. Və ətraf qardır, yollar qardır. Yolların qar olmağına baxmayaraq maşınlar çox təhlükəsiz şəkildə hərəkət edirlər. Çünki burada yay və qış rez təkərləri var. Onlar ondan istifadə etdikləri üçün burada sürüşmədir. Maşınların qəza halları çox az olur. Olur, təbii ki, hadisə də olur. Amma ki, çox az olur. İzləmədə qalın.